Baxırıq həqiqətlər birinci suala. Nə deyir? Aşağıdakı ədədlərdən hansı ədəd oxunda 13 ədədindən 18 vahiddən kiçik məsafədə yerləşir? Bax, deməli, birinci 18 məsafədə yerləşənləri tapıram. Üstə 18 gəlirəm, bir dənə 18 çıxıram ki, görün bu məsafədə nə var? Toplayanda nə eləyir artıqlar? 13 ilə 18, 31, çıxanda da mənfi 5. Deməli, mənfi 5-dən buraya yazdıq ortaya 13, burada yazdıq 31. Bax, bu arada bir şeylər olsun. Bundan balaca məsafədədir. Məsəl üçün, 13-dən 31 arasından bir şey, mənfi 5-dən 13 arasından bir şey nə var? Nə götürək cavab? Mənfi 4-dür da? Mənfi 4. Bu arada yerləşən ədədimizdir. Ona görə cavab olar D-bənd. Başa düşürük? Bir dənə topladım, bir dənə çıxdım. Ondan sonra o arada, ondan balaca dediyinə görə, ondan balaca məsafədə olan bilənləri götürdüm. Gəldi indi 5-ciyə. 5 dənədir. Ədəd oxunda A və B nöqtələri arasında 13 bərabər hissə olarsa, B çıx A fərqini tap deyil. Bax, 13 məsafə var, sən o maraqlı deyil. Sən maraqlı olan bu aradır. Bax, 1, 2, 3, 4. Deməli, 4 yerə bölüb. Düzdürmü? Burada da 4 yerə bölüb, elə 3-ünü götürürsün da. B deməli, 1 açdığına görə 1 tam, 4-lü 3 olarmı? Bəli. Yəni, bir dənə də addım geçsəydə artıq 2-yə çatmış olardı. Getmifdir deyib, 1 tam 4-lü 3. Bundan danışa bilir. Mənfi 1 aşır, 4 bölgüdən ikisini götürübdür. Ona görə olacaqdır nə? Mənfi 1 tam, neçə? 4-dən 2. Hələ. İndi apar yerinə qoy hesabla. Nə deyir? Deyir ki, B-dən çıx A-nın. B-nin yerinə yazdıq nə? 1 tam 4-dür. Aha, çıxaq da yan-yana gəldiyinə görə bu çıxaqla bu çıxaq. Toplama oldu. O delədi nə? 2 tam 4-də 5. O delədi 3 tam 4-də 1 də nə deməkdir? Bu da marşlar. Əla, C bənd olar da. 4-də 1 demək, %25 deməkdir. Ged o birsinə. Başa düşməyəm var? Hə, 5-li olmayanda sonuncu suala baxarıq. Yəqin ki, 9-dur. Aha, deməli, 9-dan da danışaq. Bax, dağın ətəyində, dəniz səviyyəsində havanın temperaturu 8 Selsiyin ən yuxarı hissəsində mənfi 14-dür. Hər 200 metr yüksəkliyə qalxdıqda havanın temperaturu 1 Selsi aşağı düşdüyünü bilərək dağın hündürlüyünün neçə metr olduğunu tap. Birinci görək, 8-dən mənfi 14-də arada məsafə nə qədərdir? Məsafə deyəndə nə varıq? Böyükdən kiçik çıxırıq. Dava böyük, çıxaq kiçik. Deməli, arada görək nə qədərdir artıqlar? 19-dur bu. Yoxsa 9-dur? 9-dur. Deməli, o elədi nə? 22. Deməli, Selsi fərqi nə qədər oldu? 200 metr. 22. Hər bir Selsidə 200 metr yüksəklik olduğuna görə 22-ni vurmalıyam nə? O da hündürlüyümüz nə qədər oldu? 4400. Başa düşdük? Qardılıq. Getdik birinci tapşırığa. Deyək, ədədlərdən neçəsi rasionaldır. Məsəl üçün, birinci, kök-kökdən nə çıxır? O da daxildə hara? Rasional nəyə nəşərlədir? İkinci, kök altında 3-cü dərəcədən 27-dən nə çıxar? 27-dən 3. O da daxildə hara? Rasional. Üçüncüyə bax. 2 kök 2-dən 8-in əvəzinə nə yaza bilərəm? 4 vuraq 2. Əla. O da 0 eləyir, o da daxildə hara? O bizlər irrasionaldır. Bizim cavabımız 3 dənədir. Variantımız C. Başa düşməyən sualım var? Satır? Nə vardım? Kökdən çıxa biləməyənlərdir da irrasional. Məndən irrasional yox, rasional istəyir. Hansı ki kökdən çıxdı, onları yazdı. Başa düşürük bu qədər? Nə deyir? Deyir ki, alfa ilə beta özü irrasional. Amma deyir, onlar çıxanda qalır nə? Rasional ədəd qalır. Sən deyir, rasional ədəd qalır. Deməli, sən axtardığın çıxmadır. Çıxma olsa rasional olacaq da. Deməli, harada alfa çıxaq beta varsa, o qəşəkdir, rasionaldır. Mən onu axtarıram. Üstəcəlmə varsa, o irrasionaldır. Bax, 5-cidə. Burada çıxma yoxdur. Bunu axtarım. Burada qəşəkli çıxma var, amma nə qalır?
Rami. 2-də 1-dir, birində 2-dir. Bu 2 olsaydı qəşəng olardı. 1-1 olsaydı qəşəng olardı. 2-1 olduğuna görə qəşəng deyil. Ona görə üçüncü. Ona görə bunu götürməyəcək, düzdürmü? Bəli. Yaxşı. Getdik onda 3-cüyə. Amma 3-cü qəşəngdir. 3-cüdə 3 çıxart nə qalır? İrəssional. Bax, 3 çıxardanda nə qalır? Alfa çıxır. Bax, belə danışaq da, alfa çıx beta rasionaldırsa, rasional 3 avranda yenə rasional eləyir də, düzdürmü? Bu cür. Aha, bir də bu eləmi? 4-cü. Bu da olmayacaq, yemisənmi? Kvadrat. Müxtəsərə görə yox. Müxtəsərə görə bu bir dənə verirsə çıxma, bir dənə üstə gəlmə. Çıxma qəşəng, amma üstə gəlmə lazım deyil. Düzdürmü? Ona görə üstə gəlməsini tullayacağım, 5 lazım deyil. 4-cü bizə lazımdır. Deməli, bunu vurub açıram. 1-2-ni çölə tulladım. Alfa beta ilə alfa gedib nə qalır? Beta. Alfa beta ilə beta gedib nə qalır? Mada beta çıx alfa, nə fərqi var ki? Alfa çıx beta, yoxsa səhv yazmışıq, düz yazmışıq. Bax, alfadan beta'nın çıxanda rasional eləyirsə, betadan alfanın çıxanda həmən şeyin əksi olacaq. Əksi də olsa nə olasıdır ki? Yəni, mənfi olsa rasional. Yenə rasionala daxil. Bizə lazımdır nə? 3-4 cavab olur. Yevən. Başa düşən var? Nə axtarırdım? Ancaq alfa çıxaq, beta. Harada alfa çıxaq, beta var, onu götürdük. Və yaxud beta çıxaq, alfa da olar. Sonra bu da gözəl sualdır. Bax, burada nə deyir? Deyir, A, B ikiləgəmli ədəddir. Kökdən çıxmır deyir, irrasionaldır. Bu neçə dənə fərqli ədəd ola bilər. Birinci, ikiləgəmli ədəd dediyinə görə ümumi ikiləgəmli ədədlərin sayı lazımdır. Ümumi ikiləgəmli ədədlərin sayı nətər tapır? Bir rəqəmlər qalır nə? 90 dənə ikiləgəmli ədədim var. İndi də irrasionalı yox. Rasul. İrrasional çoxdur da, onu sayamıram. Rasionalları sayıram. Kökdən çıxan ikiləgəmlilər nədir? 16, sonra 5, 16, 9, 64, 81. yox, deyil ata. Bu neçədən oldu? 1, 2, 3, 4, 5, 6. 90 dənədən də 6'ını çıxın, 6 dənəsi rasionaldır, amma irrasional lazımdır. 84 dənəsi nə olacaq? İrrasional. Mən də axtardığım irrasionaldır. Geç görəm. Yaz. Deyərdim ona. 3-4. Hə, bu da bir şey. O da 10 dənə sual idi. Hə, yox. Getdik birinciyə. Bax, yenə ardıcıl qayda kimi yazaq danışaq. Bax, bir şey mənfidir və moduldan 3 kimi çıxırsa, o nəymiş ki? Onda x bərabərmiş, mənfidir. Modulu 1-ə bərabərdirsə, kvadratı nəyə bərabərdir? Əla. Sonra, z-in özü mənfi 3-dürsə, modulu nədir? 3. Gətir tuğla yerinə. X-i tuğlayım nə yazım? Y-in kvadratın yerinə? 1. Modul z-in yerinə? Cavab? Amin, fikir versən. Başa düşməyən sual olan var. Fidan yazaq. Sırada olar. Hə, 3-dən böyükdür n. Qayda öyrənmişik ki, müsbətsə moduldan özü çıxır, mənfidirsə şarə dəyişir çıxır, değil mi? Əla. Deməli, deyirəm ki, m balacamızdır da, balacadan yekəni çıxanda mənfi eləyər, müsbət. Mənfi elədiyinə görə şarə dəyişsin, qalsın. Dəyişsin, dəyişsin. Gəldim buna. M var, m. 3-dən yekə bir şeydir, görsən? 3-dən yekə bir şeydən bir çıxanda müsbət eləməzmi? Əslində işarə qalsın. Amma mörtçən qabağında çıxaq vardı deyə, yeni işarə dəyişir. Gəldik bura. M 3-dən böyükdür. 3-dən böyük bir şey çıxanda mənfi edir. Mənfi edir deyə yenə işarə dəyişir, işarə dəyişir. Bu çöldədir deyə işarə qalır. Suallan var. Gedənlərə bax gör. Hansılardır? N'lər gedir,
gedir. Bir də bir əlli yox. Yox. Mənfi 1 qaldı. Başa düşdük? Yaza bilirik, silə bilərəm. Emin işarəti dəyişdi zaten. Aha, hamısını dəyişdim. Çünki hamısı mənfi eləyirdi. Bəli. Onu silə bilərəm. Şıqıldatma. Hə, yenə qaydanı deyək birinci. Modullarının cəmi 0-a bərabərdirsə nə arıq? Hər tərəf. Ayrı-ayrıq da 0-a bərabərdir. Modullarının cəmi 0-a bərabərdirsə, ayrı-ayrıq da 0-a bərabər elərik. Çatır bura qədər. İndi buna baxçına. Mən orada x dəcəli y verib elə. Mən bu sistemi tənliyi tərəf-tərəfə toplasam, x dəcəli y alaram mı? Bəli. Cər deyirəm onda. Bax, alacam x dəcəl y, işarələrini dəyişmək olmaz. Çünki üstə gəlməli. Bax, bunun da işarəsi qalıbdır, bunun da işarəsi qalıbdır, bunun da işarəsi qalıb olduğu kimi. Bunun da işarəsi qalıb. 0 üstə gəl, 0 yazıram. Sağla sağı, soldan solu cəmlədim. İndi sağ x dəcəl y-in cavabını verib gətir yerdə nə yazırsan? 5. Bu da yerində qalsın, bu da yerində qalsın. 0 onsuz da 0 eləyəsidir. Rəfa, mənfi A-nı keçirmişəm yolun özümə. B-ni keçirmişəm. Onda cavab deyirəm. Mənfi neçə? Başa düşdük? Çatmadı Zeynəm? Deməli, x dəcəl y vermişdi deyə. Onların cəmindən danışıq hesabladıq. Gəldi yara. Hə. Yenə ardıcıllıq kimi yazaq. 2 ədədin ədəd ortasını verir. Bu ədədlərdən birini verir. Digər ədədi soruçur. Elə tablo özlərini yazıb gedək də. Silin beşədə. Bax. Qulağa. Elə özüdür da, o pis ədədlər 12 Tələsmə. Bax, 2 ədədin ədəd deyirsən. 2 ədədin ədəd ortası budur. Bu ədədlərdən biri yenə onun özüdür. Digər ədəd axtarır. Ədədi ortadan daşımı nə vardır? Topladı. Aynen. Buradan da vursaq. Aslan. Qulaq. Bax, vurdum bunu. Elədi nə? Bərabər 12,1 üstə gəlinsin 2. Oradan ikisi də tapandan alıram. Elədim özü. İkisi də eynimişdir, değil mi? Ədəd ortası eynidirsə, özünə bərabər olar da söhbət 2 ədəddən gedirsin. Gəlin 2-ni də yazaq. 2-ni də görəm. Nə olar? Sonra 5-ə gedərsən. Deyin görəm. Hansıyla başlayaq birinci? Elə birinci qəşək. Bax, tələsmə. B kvadratın cavabı həmişə müsbət görünür. Müsbəti nəyə vurur ki, müsbət olur? Deməli, A bölünmüş 0-dan. Hala. Sonra A müsbətsə, müsbəti nəyə vurursan ki, mənfi olur? Mənfiyə. Hadi yuxarı qalxsın bunu görək. A-bıcı böyükdür 0-dan. A müsbətdir. C mənfidir. Müsbəti mənfiyə vurdum. Mənfi nəyə vurur ki, müsbət olsun? Deməli, B nəymiş? Ardızı düzürəm A-bıcı, müsbət, mənfi, mənfi. Variant? Sualım var. Getdik 5-ciyə. Bu bizim 3-cü bölməmizdir, əmi? Qızlar, bu 3-cü bölmə, 4-cü bölmə. Yaxşı, getdik 5-ə. Olarsa, aşağıdakılardan hansı doğrudur? Qulaqsa. Baxaq. Bax, gör neyniyə bilərik. Buradan başlayaq, gəlin birinci. Bax, B kvadratın cavabı həmişə nədir? Müsbət. A-ya vuranda mənfi edirsə, A nətər ədəd imiş? Burada bir dənə A-nı çıxar çölə. A-nı çölə çıxardanda nə qalır? B kvadratı çıxaq B. Böyükdür nədən? 0-dan. A-nın qiyməti mənfidirsə, mənfi nəyə vursan ki, müsbət olubdur? Onda bu ifadə nəymiş? O hansı ədəddir ki, kvadratından özünü çıxanda mənfi edir? Müsbət. Deda, misal de. O nədir ki, kvadratından özünü çıxanda 0-dan kiçik edir, mənfi edir. Biri kvadratından bir çıxanda 0 edir. Ay, soru, kəsr olmalı. Kəsr ədəd olmalıdırsa, bu hansı arada oynayır? 0-dan 1 arasında. Məsəl üçün 2-də 1.
2-də 1-in kvadratı nədir? 4-də 1-dən 2-də 1 çıxanda mənfi eləmirmi? Başa düşdük? Yaxşı, nə dəxli var ki, 0-1 arasındadır? Zato müsbətdir. Bizə müsbətdir və mənfidir, o lazımdır da. Deməli, öyrəndik ki, B-nin işarəsi müsbətdir. Tələsmə. İndi variantlara baxaq görək, hansı doğrudur? C-ni yazaq. Tamam. B-dən C-ni çıxaq, sol. C bəndə düzdür. Bax, müsbət bir şey çıxaq, mənfi bir şey olanda C-dən xəbərimiz yoxdur axı. Gəl burada toplaq eləmi? B müsbətdir, müsbəti nəyə vurmuşuq ki, mənfidir? Deməli, D-siz C də mənfidir. C mənfidirsə, müsbətdən mənfini çıxanda müsbət olacaq. Müsbətin üstə müsbət gələnə müsbət edəcək. Başa düşdük? Getdik öbüsünə. Buradan ağaraq. Birinci çarpaz buram. Yazırıq. 3A üstə gəl, B bərabərdir nəyə? Amin. Bir də ehtiyatlı ol, A-nın işarəsi rəsul. Mənfidir. Olar mı belə? Sonra 3A bərabərdir nəyə? B-yə. Bax, A-nın qiyməti ilkə belə yazaq da, B bərabərdir 3A-ya. A-nın özü mənfidirsə, mənfini 3-ə vuranda nə eləyəcək? Mənfi. Onda B-nin özü də nədir? Mənfi. A da mənfidir, B də mənfidir. Yaxşı, məsəl üçün, A mənfi 1-dir. A mənfi 1-dirsə, B-nin qiyməti nə olur? Onda hansı daha balacadır? B daha balacadır. Deməli, B daha balacadır. Sonra A, C yekədir. Bunların özləri də 0-dan balacadır. Ona görə cavab nə olar? C. Başa düşən var? Sual olan var? Getdi ara. Getdi ara. 15. Cədvəl verir. Nə deyir cədvəldə? Qrafikdə oktyabr ayının ilk 7 günündə Kürdəmir rayonunun temperatur göstəricisi verilmişdir. Həmin günlər üçün rayonun orta temperaturunu hesablayın. Ədədi orta adlar uşaqlar. Nə qədər? Hamısını toplayaq. Sayına bölək. Əla. Qeyn görüm nədir birinci? 25 üstə gələk, 25, 21, 26, hə 23 də var. 23, 26, 26. Sonra 27, sonra da 27. Kesin hesablayın görəm. 2, 4, 6, 7 dənədir, əmi? Bir dənə cavablayın görəm. Cavablayın görəm. Cavablayın görəm. 175 Bölgünən 7-yə. 25. Cavab oldu nə? A bəndi, nəmi? Ged öbürsünə. Yirmiyə baxın. Qulaq asa. Maraqlı suallar. Diqqətli olun. 20. Bax, deyir ki, bu belə olarsa bərabərsizliklərdən hansı doğrudur? Bax, arxalar. A-nı hələ ki yox, B ilə C-dən danışaq gəlin. 6-cı dərəcədən 5, kök altında 3-cü dərəcədən 3. İkisini də kuba yüksəldirəm. Kuba yüksəldəndə nə alır? Deyin görəm. Bax, ikisi də müsbət bir şeydirsə, özü böyükdürsə digərindən. Kublar da böyük olar da. Yəni, özlərini müqayisə ilə nətərdirsə, kublarla müqayisə ilə həmin ədəd olur. Kuba yüksəldəndə nə alır? Deyin görəm. 64, kök 5. Bu deyilir 64, 3. Siz cansı yekərdin. Az sol. Ona görə deyirəm C yekədilər. C yekədsə B-dən C-ni çıxanda nətər eləməlidir? Ona görə nə bəndi hələ ki uyğun gəlir? 4-cü daha bizləmə. 4-cü hələ ki uyğun gəlir. Gedək, indi digərini baxmaq, incisini. Deməli, getdik digərini artıqlar. Onu görün nətər eləyək. Deyir ki, bu belə olarsa bərabərsizliklərdən hansı doğrudur? Arkadaşlar, indi bir dənə müqayisə eləyək hansıları? A ilə B-dan danışaq da. Niyə bunu eləyirəm? Çünki baxıram ki, variantlarda A-bu var. Görsünüz mü? B-dan danışmışıq, yəni A-dan danışmışıq. Məlumat ona 4 tipiydi. Sən hansı 4? Hansı 4? Bax, bu 4-cünü götürürük da. İndi A ilə B-dan danışıram. Bax, A-da yazılıb kök altının 3-cü dərəcədən 5 üstə gələk 3. B-də yazılıb 4 kök altında 6-cı dərəcədən 5. Bir əvəz etmə aparma. Bu kök altında 6-cı dərəcədən 5 var.
6-cı dərəcədən 5. Ona bir dənə T desəm. T desəm. Asıl. A bərabərdir nə olacaqdır? De görəm. T kvadratı üstə gəlir. B bərabərdir nə olacaq? 4T olacaq. Bax, cavablarda açıq B vardı deyə, bu sistem tənliyi tərəf-tərəfə çıxıram ki, mən də açıq B alım. Nə olacaq rüqə? Açıq B bərabərdir. T kvadrat açıq 4T üstəcək. Bu da V-yə görə köhləni tapsam. O nədir? Vuranda 3 eləyir, toplayanda 4. 3-dən 1. Onu da yazaram. T çıxaq 1. T üstəcək. T çıxaq 3 eləmi? İndi gör nə deyək. T-nin qiymətinə nə demişdik? Kök altının 6-cı dərəcədən 5. Kök altının 6-cı dərəcədən 5-dən təxmini nə çıxır? Təxmini. Təxmini nə çıxır? Bir tam nə qədərsə da. Məsəl üçün 8 olsaydı, məsəl üçün nə deyək? 2 üstü 6 nə edir? 2 üstü 6, 16. 64. 64 olsaydı 2 çıxardı. 64-dən balaca bir şey etsə 1 çıxardı. Bax, bir tam nə qədərsədən 1 çıxanda nə qalacaq? Müsbət qalır. Müsbət bir şeyi. Mənfi olur. Bu da mənfiləmirmi? Bir tam nə qədər? Mənfiyə vuranda nə edir? Mənfi. Onda yekundan aldıq. Açıq B nətər ədəddir? Açıq B 0-dan kiçikdirsə 4-dən başqa bir dənə nə yoğun gəldi? Cavab 4-lə 1 oldu variant. B bənd. Başa düşdük? T dedim, T-yə əsasən yazdım. Suallar var buradan. Əvəz etməklə elədim. Ged o birisine. Yirmi beş oxuydu mu? Candılar. Köhnəsini. Bu asan sualdır. Qulaq asın. Az sol. 20 ədədi ortası 8,4-dürsə, onların cəmini tapmaq üçün 20-ni vuraq. Bu ədədlərin cəminin 8-də 1-ni tap dediyinə görə cəmi budur da 8-də 1-ni tapıram. Deməli, bunlar ixtisar getsin 4-də 2 qalsın, 4-də böləndə 5. O delədir 5 vuraq. Bunu da 2-yə bölmüşəmsə qalıb 4,2. Vuranda da nə eləyir? 20, 21 mi eləyir? 21 eləyir. Güzel. Cavab olur 21. Keş görək. Bu da rahatdır. Ədədi kökün altına əlavə edək, ondan sonra danışaq. Nə yazaq? Deyin görək. Aha. Köhnə silin. 20 silim hamısını. 6 kökə girdi oldu nə? 36. 2'ye dəydi. 72. 4 kökə girdi. 16 bıraktı. 5'e dəydi. Aslan. Bax bu. Gözdə görək. Bax kök altından elədi 72 eləmi? Evet. Saf kök altında 16 vuranda 80. Nə tər ədəddir? Əla. 6, 36, 36'ın 5'e vuranda 25'e 6'ya vuranda 150 mi edir? Əla. 8 Nə? 5. Əla. Nə olacaq? 3 eləmir, amma müsbətdir da. 4'ü vuranda nə edir? 9'u vuranda nə edir? Əla. Sonra 8 kökə girdi. 2'ye dəydi. Çıxanda nə olacaq? Variantlar görüşdük. Müsbətlər hansılardır? B, C. Mənfilər hansılardır? A, Y. Sıfır hansıdır? D. Var yenə. Getdik buraxılış kitabına. Keçin bir dənə buraxılış kitabına.